Pensiyaya çıxmağa çalışan evdar xanımların nəzərinə bu qədər təqaüd alacaqsınız. Azərbaycanda evdar qadınların pensiya təminatı məsələsi cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardandır. Bəs evdar xanımların gələcəkdə pensiya alma imkanları nə dərəcədə realdır? Oxu24.com xəbəri verir ki, mövzu ilə bağlı konkret açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, evdar qadınlar hazırda da pensiya ala bilərlər, lakin bu yalnız minimum məbləğdə olur. Evdar qadınlar 65 yaşına çatdıqda yaşa görə pensiya almaq hüququ əldə edirlər. Ancaq pensiya fonduna sığorta haqları ödəmədiklərinə görə yüksək məbləğdə pensiya almaları mümkün deyil. Dövlət bu kateqoriyadan olan vətəndaşlara yalnız minimum pensiya təminatı verir. İqtisadçı qeyd edib ki, dövlət tərəfindən evdar qadınlara müəyyən güzəştlər də tətbiq olunub. Belə ki, 2026-cı ilə qədər evdar qadınlar üçün 25 il iş stajı hədiyyə edilib. Lakin 2026-cı ildən etibarən bu staj hər il bir il azaldılmaqla davam etdiriləcək. Məsələn, 2026-cı ildə tələb olunan staj 24 il, 2027-ci ildə isə 23 il təşkil edəcək.